60-a yaxın ölkənin təcrübəsini araşdırdım. Demoqrafik vəziyyət, demoqrafik təhlükə dünyada necədir, ölkələrdə necədir, hansı tendensiyalar gedir, 30 ildən sonra proqnozlar nə göstərir və dövlətlər bunun qarşısını almaq üçün nə eləyirlər? Deməli, dediyim kimi, bir çox ölkələr bu təhlükəni görərək strateji institutlar hesablayır. Bunun qarşısını almaq üçün çox saylı tədbirlər həyata keçirilir. Ailələrin qorunması üçün sosial dəstək proqramları həyata keçirirlər, mənəvi psixoloji dəstək proqramları həyata keçirirlər. Hər cür şərait yaradırlar ki, ailələr uzun ömürlü olsun, boşanmasın. Çünki boşanmalar dövlətin də yükünü çoxaldır. Təsəvvür eləyin ki, ortalıq yetim uşaqlarla dolur. Dövlət bunları himayəyə götürməlidir, nəsə eləməlidir də. Sonra müəyyən bir yardımlar eləməlidir dövlət. Sonra əhalinin sayı azaldıqca, evlənmələrin sayı, uşaqların sayı azaldıqca əhalinin qozalması gedir. Qozalma nə olur? Əmək məhsullar, qüvvələr azalır. Tutaq ki, normal cəmiyyətdə 3 nəfər işləməlidir, 7 nəfər işləməlidir, 3 nəfəri saxlamalıdır, kobud desək. 7 dənə əməkdar, məhsuldar qüvvə işləməlidir, 3 nəfər də pensiyaçılar falanlar ola bilər də, onları saxlamalıdır. Amma əhalinin qozalması baş verəndə, gənc nəsil az olanda, doğulanda nə baş verir? 3 nəfər işləyir, 7 nəfəri saxlamağa məcbur olur. Yəni xəstələrin, əlillərin, qocaların sayı artır, işlək vəziyyətdə olmayan insanların sayı. Bu 3 nəfərin üzərinə böyük bir ağır yük düşür. Hazırda bəzi ölkələrdə belədir, məsələn Yaponiyada. Yəni bunun qarşısını almaq üçün hökumətlər çalışır ki, gənclərin sayını artırsın, ailələri qorusun. Bu baxımdan bizdə hər iki tərəfdə problem var. Deməli, boşanmalar 50%-ə çatıb, dediyim kimi, evlənmələrin də sayı kütləvi şəkildə azalır. Bunun qarşısını almaq üçün iki istiqamət iş var. Birincisi təbliğat belə aparılmalıdır, milli mənəvi dəyərlərimiz qorunmalıdır, uşaqlara başa salınmalıdır ki, sən öz milli dəyərlərimizlə böyüməlisən, ailə sahibi olmasın və ailələrdə minimal uşaq sayı 3 olmalıdır. Yəni, 1-2 uşaqlı ailələr tənəzzülə gedir xalqlar. Çünki əvəzləmə prosesində tutaq ki, 2 valideyni 2 uşaq əvəzləyirsə, bu ilk baxışda bərabər görünür. Güya ki, millət yerində qalır, amma elə deyil. Çünki bu uşaqlardan ən azı biri həyatın sonraki dövrlərində ya xəstəlikdən, ya qəzada, ya müharibədə həlak olur. Deməli, əhalinin azalması baş verir və bu bir neçə 10 illikdən sonra əhali qozalır, gənc nəsil azalır, millət məhvə gedir. Ona görə ailələrdə minimum uşaq sayı 3 olmalıdır. Dövlət 3 uşaqlığı təbliğ eləməli, 3 və daha çox. Bundan əlavə, ailələrin uzun müddətliyinin qorunması üçün bir çox hüquqi prosedurlar tətbiq olunmalıdır. Bəzi ölkələrdə bunu həm stimullaşdırırlar. Məsələn, Rusiyada nə edirlər? 20 il ailəli qalmış, boşanmamış ailələrə böyük məbləğdə dövlət yardımı olur. Mən rəqəm yadımdan çıxıb səhv eləmirəmsə 20-25 min manat bizim pulla təxminən pul idi. Dövlət çalışır ki, ailələr uzun müddətli olsun, boşanmasın. Bundan əlavə nə etmək lazım? Boşanmalar bizdə hüquqi tərəfdən də problem var. Və mən məsələn iki tərəfinə toxundum, mənəvi, psixoloji, sonra da bu sosial, iqtisadi. Yəni, burada bir hüquqi tərəf də var. Boşanmalar çətinləşdirilməlidir. Amma son vaxtlar Avropa Şurasının tövsiyələrlə falanla bizim də qanunvericiliklə falan da dəyişiklik olunub, asanlaşdırılıb, tezləşdirilib boşanmalar. Əvvəllər uzun müddət qoyulurdu, boşanmırdılar. Bu müddətdə müəyyən bir xırda narazılıq varsa peşman olurdular, başa düşürlər ki, səhv eləyiblər, boşanmırdılar, ailə qalırdı sağlam. Amma indi elə ilk davada vəkillər yarışa girib, deyir ki, mən 2 saata boşayıram, sürətli reklam verir. Hakimlər də çalışır tez boşasın, çünki baxa bilmirlər, şikayət çoxdur, başqa işlər də var. Ona görə ailələrin boşanması, mediasiya məsələləri çətinləşdirilməlidir, uzadılmalıdır. Bundan əlavə, boşanma insan hüququ deyil. İnsanın belə bir hüququ yoxdur. Əgər uşaqları varsa. Uşaqları yoxdursa hüquqlarıdır. Sən dünyaya uşaq gətirməlisən, sənin canın çıxıb bu uşağı sağlam şəkildə böyütməlisən. Onu yetim qoymağa, atasız, anasız, psixoloji travma qoymağa sənin ixtiyarın yoxdur. Mənəvi ixtiyarın yoxdur sənin buna. Bəlkə də hüquqda ixtiyarın olur, mənəvi olaraq ixtiyarın yoxdur. Sən kimsən ki, dünyaya gətirdiyin insanları problemə, bəlaya düçar edirsən. Yəni, uşaq gətirmişsənsə, bu ailəni qoruyub saxlamalısan. Ona görə də məsələ yanaşma necə olmalıdır? Boşanmalar ciddi şəkildə araşdırılmalıdır. Əgər ciddi əsaslı səbəb yoxdursa, boşananlar sərt cəzalandırılmalıdır. Əgər məcburən boşanırlarsa, hər ikisinin uşaq əlindən alınmalıdır. Heç birinin aliment ödənməməlidir. Bunlar belə sərt yanaşma qoyulmasa, bu biabırçı bir vəziyyətə gedəcək. Ölkədəki bütün uşaqlar atasız, anasız, nə bilim, yetim uşaqlar olacaq. Belə olmaz. Bu psixoloji travmadır uşaqlara. Onların həyatını məhv eləmək demək. Sən öz keyfindən bunu bəyənmirəm, bunun forması xoşuma gəlmir, nə bilim, bunun gəliri azdır. Bu nə deməkdir? Vaxtında ağıllı olardın. İstədiyin adamla evlənərdin. Yəni, boşanmalarda məsələ belə qoyulmalıdır. Ciddi əsaslı səbəblər yoxdursa. Əsaslı səbəb nədir? Xəyanət, psixi problem. Əgər həqiqətən psixi xəstədirsə, məcburi boşanmalıdır. Xəyanət varsa, məcburi boşanmalıdır. Üçüncü nədir?
zərərli vərdişlərin alüdəçisi olmaq. Məsələn, narkomandırsa. Həm də ki, uşaq dünyaya gətirmək qabiliyyəti olmamaq. Bəli, belə o, xəstəlik. hələ mən uşaqlar olan ailələr deyirəm. O uşaq olmayanlar deyil. Uşağı olan ailələrdə bu 3 faktor yoxdursa, yəni bir də sayıram, xəyanət, narkomaniya, alkoqolizm, qumar kimi vərdişlərə aludə olan, bir də psixi xəstə. Bu üçündən başqa digər ailələrə boşanmaq qadağan edilməlidir rəsmi şəkildə, uşaqları varsa. Əgər məcbur tələb edirlərsə, boşanmalılarsa, burada bir problem baş verir, dövlət məcbur olursa, onda uşaq hər ikisindən alınmalıdır, internata yerləşdirilməlidir, dövlət himayəsinə və ailələrə verilməlidir. Və heç birinə aliment digər tərəfdən ödənilməməlidir, əlavə olaraq hər biri maaşının 50%-ni uşaq evlərinin fonduna ödəməlidir. Belə bir qanun qoyulmalıdır. Başqa bir yolu yoxdur. Bu cəmiyyəti düzəltməyin başqa yolu yoxdur. Çünki artıq biz görürük ki, şuurları dəyişib psixi xəstəyə çevrilib insanlar. Yəni bu nə yanaşmadır? Öz kefin üçün sən dünyaya 2 dənə 3 dənə uşaq gətiribsən, sonra da bunu bəyənmədin, fiziki göstəriciləri yaxşı deyil, o birisi daha gözəldir və yaxud o birisinin pulu çoxdur, bu birisinin nə bilim xasiyyəti yaxşıdır filan da mən gedim onunla evlənim, bununla evlənim. Bu oyuncaqdır bu. Yəni bu uşaq sənin üçün oyuncaqdır, iqruşkadır. Yəni bu məsələdə hüquqi şəkildə tamamilə sərt yanaşma qoyulmalıdır. Dediyim kimi qısa desək 3 istiqamətdə biz məcburuq iş aparmağa. Mənəvi psixoloji təbliğat dayandırılmalıdır. Sosial-iqtisadi şərait təmin olunmalıdır. Yəni ailələrin sosial problemlərini dövlət həll etməlidir ki, məsələn onların evi olmalıdır, ailə evdən başlayır, ev almağa uzun müddətli güzəştli kreditlər verilməlidir sosial evlər formasında. İşlə təmin olunmalıdır. Əgər xəstə varsa ailədə falan dövlət xüsusi əlavə sosial yardımlar, bu sosial-iqtisadi ikinci tərəfdir. Üçüncü tərəfdə hüquqi prosedur dediyim kimi olmalıdır. Bu üçünü biz eləməsək, mən dəqiq əminəm ki, maksimum 20 il ərzində biz millət olaraq məhv olacağıq. Bu mübahisəsiz faktdır.